Birləşmiş Ştatlar Prezidenti Donald Trump Həmasa son xəbərdarlıq edərək Qəza zolağında saxlanılan bütün girovların azad edilməsini tələb edib. Məlumata görə Birləşmiş Ştatlar nümayəndələrinin Həmas hərəkatı ilə Qəza zolağındakı münaqişənin başa çatdırılması və girovların azad edilməsi ilə bağlı apardıqları danışıqlara baxmayaraq tərəflər hələlik razılığa gələ bilməyiblər. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump özünün Truth sosial səhifəsindəki paylaşımında Həması bütün girovları dərhal azad etməyə çağırıb. Əks halda ciddi nəticələrlə hədələyib. Bütün girovları indi azad edin, sonra deyil və öldürdüyünüz bütün insanların cəsədlərini dərhal qaytarın. Yoxsa sizin üçün hər şey bitdi, deyə xəbərdarlıq edən Donald Trump, girovların azad edilmədiyi təqdirdə Həmas silahlılarının həyatlarının təhlükəsizlikdə olmayacağı barədə xəbərdar edib. O, Qəzza xalqına da müraciət edərək, sizin gözəl gələcəyiniz var, amma girov saxlasanız, yox. Əgər belə etsəniz, öləcəksiniz, deyə Amerika Birləşmiş Ştatları Prezidenti özünün sosial şəbəkə səhifəsindəki paylaşımında yazıb. Onun bu xəbərdarlıq mesajı Ağ Evin Trumpın Həmasla birbaşa danışıqlar üçün xüsusi nümayəndəsini göndərdiyini təsdiqləməsindən bir neçə saat sonraya təsadüf edib. Ağ Evin mətbuat katibi Caroline Levitt təsdiqləyib ki, ABŞ hökuməti Trumpın girovlarla iş üzrə xüsusi nümayəndəliyinə namizədi Adam Boehler vasitəsilə Həmas rəsmiləri ilə davam edən danışıqlar və müzakirələr aparır. Caroline Levitt danışıqların mahiyyəti barədə ətraflı məlumat verməkdən imtina edib. Lakin Trumpın qruplaşma ilə əlaqə qurmaq qərarının Amerika xalqının maraqlarına cavab verdiyini deyib. Qeyd edək ki, hazırda Həmas tərəfindən Qəzza zolağında 24 nəfər girov canlı və 35 nəfərin cəsədi saxlanılır. Rövşən Əliyev, Space